Məmmədov Faiq Qarabağ Regional Boks Mərkəzinin baş məşqçisi. Bizim fəaliyyət göstərdiyimiz boks zalı Qarabağ Regional Boks Mərkəzi artıq bir aydır ki, fəaliyyət göstərir. Bunun bütün havadan olan və yine bu şəraitin yaradılması Azərbaycan Boks Federasiyası tərəfindən təsis edilmişdir. Bizim məqsədimiz Qarabağ bölgəsində idmanın, boks idman növünün böyük fürsət almasıdır, inkişaf eləməsidir. Əlimizdən gələn qədər çalışacağıq ki, perspektiv idmançıları seçək və onların gələcəkdə böyük ringlərdə Azərbaycan bayrağını qaldırmaq, himni səslənmək üçün əlimizdən gələni əsirgəlməyəcək. Bizim hal-hazırda zalımızda çox güclü perspektiv idmançılar var, böyük uğurlar gözləyirik və məqsədimiz onları böyük ringlərdə, Avropa, Dünya, Olimpiya çempionatlarında özlərini, güclərini sınamaq üçün yetişdirəcəyik. İsmailov Rövşən, boks idman növü üzrə məşqçi müəllim. Biz bir yerdə Faiq müəllimlə çiyin-çiyinə Tərtər boksunu böyütməkdə məqsədimiz var. Hal-hazırda bugünkü günü məşqlərimiz davam edir. Birinci və ikinci növbəli məşqlərimiz var. Məqsədimiz bizim bir yerdə çalışmaqda böyük idmançılar yetişdirməkdir. Gələcək idmançıların böyük arenalarda təmsil olunmasıdır. O cümlədən mən hal-hazırda Faiq müəllimlə məşqimizi davam etməkdə məqsədimiz Tərtər idmançılarını dəvət eləməkdir. Məşqimizə, zalımıza bir yerdə məşqlərimiz daha yaxşıdır. Biz də idmançıları dəvət edirik, Tərtər idmançılarını, Tərtər yeniyetmələrini və gənclərini boks idman növünə dəvət edirəm.